Mübarəkdir bala, Allah xeyirinizi versin, salamat. Sağ ol ay baba, sağ ol. Bey balaca oğlunda kağıt çəkə, dey axşam səs, alınır hə. Qardaşım bir dənə kebab çəksin ki, bal. Hə, çək, çək. Qardaş şu yorma gedən, o sələ 2-3 gün mən buradayam. Mən başa düşmürəm, sən mama niyə bizdə qalır ki? Anam dör, harda qalsın, çölə atım arvadı. Anan da getsin, qardaşın gildə qalsın da. Bura bax, az qardaşın gildə niyə qalır? Elə hazır gəlib sizdə qalsın da. Yekə oğlansan, hə? Bir dənə anamıza sahib çıxa bilmirsən. Hə, balaca xoduq, təkcə mənim anam. Bir götür apar da evə. Səsi qonum qonşu eşitdirməyə gəlib də hazır qapıya. Ay, yaxşı elə, sən həmişə bilirsən, ancaq da arvad sözünü Böyük qardaş sən eşitdik də arvadın dediyinə qulaq Ana, asma. sən lazımsız oğlansan, pensiyasını nətər xərclürdün? Hə, evi alanda sən kim kömək eləmişdi? Anam kim? Ay, məndən çox həmişə səyir də bala. Narahat olmayın bala. Mənim axırım belə olacaq idi. 2 dənə o boyda bığı-bırma oğul böyüd. Yad qızların sözü ilə oturub dursun. Nə üzəşsiydi bala. Paluz paltaruz yerində, dırnağımla, dişimlə əziyyət çəkirdim. Özüm eləmirdim, süzə eləyirdim. Hələ bu gəlinlərə bax. Dədözün evində su filtri görmüşdünüz. Hər üzün evində bir dənə okean su filtri gətdim, aldım, qoydum. Elə Akif rəhmətə gedənə qədər deyirdi. Dedi, Azarbat, o gedələr sənə yiyə durmayacaq, özünə gün ağla. Bir dəqiqə deyən görməyək. Akif kimdir ay ana? Bizim dədəmizin adı Qəzənfərdir ya. Ala orada qalmısan, ala nə asaydı? Mənim anam elə düz deyirdi. Boy. Bir dəqiqə deyən ay ana, Akif Akif kimdir? Nə tələ məsləhət sormadı, mən verirsən? çıxmışım.